Davam edirik. Əmək bazarında aktuallığını itirən ixtisaslar var. Oxursan, sonra əmək bazarında görsən ki, bu ixtisas sahiblərinə iş yoxdur. Aynurə Məmmədova danışır. Min bir əziyyətlə hazırlaş, repetitorlara görə pul ödə, universitetə qəbul ol. Universiteti bitirəndən sonra isə iş tapma. Bu geniş yayılan bir problemdir. Ali təhsil müəssisələrini bitirənlərin yalnız 30%-i ixtisası üzrə iş tapa bilir. Bunun səbəblərini araşdıracaq. Bugün gənclər ixtisası üzrə iş tapa bilirmi? Akademiyanı bitirmişəm, IT sahəsində sistem administrator. Mən bu dəqiqə neçə gündə axtarıram, neçə vaxt axtarıram, amma tapa bilmirəm. Ətrafımda o qədər universitet yüksək balla qutaranlar var ki, diplomları əllərində qalıblar. İş yoxdur, fəhlə işləyirlər bugünkü gün. İş tapmaqda yaranan çətinliyin əsas səbəblərindən biri abituriyentlərin 70%-nin ixtisas seçimini kör təbii etməsidir. Təəssüf ki, gənclərin əksəriyyətini tələbatın hansı sahəyə daha çox olması maraqlandırmır. Onları əsas ali təhsil müəssisəsinə qəbul olmaq düşündürür. Müvafiq istiqamətlərdə ixtisaslar var ki, məsələn, onlara tələbat əvvəlki qədər deyil. Məsələn, deyək ki, buraya muzey, arxiv şaibələrinin qorunması sahəsi, turizm sahəsidir, sənətşünaslıq istiqamətidir. Yəni, bu kimi sahələrdə artıq əvvəlki kimi tələbat o qədər yüksək deyil. Təhsil müəssisələri əmək bazarının tələblərinə uyğunlaşmaq üçün müəyyən ixtisaslar var ki, onları sıradan çıxarmalı, müəyyən ixtisasları birləşdirməli və müəyyən yeni ixtisaslar üzrə kadr hazırlığını həyata keçirməlidirlər. Arxivçilik, kitabxanaçılıq, bu kimi ixtisaslar üzrə təhsil alan tələbələrin sonradan iş tapma ehtimalı çox zəifdir. Bəs ali təhsil müəssisələri əmək bazarında tələbatı araşdıraraq aktuallığını itirən ixtisasları ləğv edib yenilərini yaradırmı? Bununla bağlı sorğu göndərdiyimiz ali təhsil müəssisələrinin əksəriyyəti məsələ ilə bağlı dəqiq məlumatlarının olmadığını bildirdi. Azərbaycan Texniki Universitetindən isə son 5 ildə heç bir ixtisasın ləğv olunmadığı, 2 yeni ixtisasın aerokosmik mühəndislik və qida mühəndisliyinin əlavə edildiyi bildirildi. Azərbaycan Dövlət Pedaqoji Universitetindən də bildirildi ki, müasir tələblərə uyğun olaraq yeni ixtisas yaradılıb. Cari ildən yeni yaradılan fizika və riyaziyyat müəllimliyi ixtisasına ilk qəbul aparılacaq. Magistratura səviyyəsində də yeni ixtisasların yaradılması üzərində iş aparılır. Elm və Təhsil Nazirliyindən bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas, riyaziyyat və fizika müəllimliyi, data analitikası, kənd təsərrüfatı texnologiyaları, heyvandarlıq, qidalama və dietologiya, proqram təminatı mühəndisliyi və qida texnologiyaları təsnifata əlavə olunub. Ekspertlər isə yeni yaradılan fakültələrlə yanaşı növbəti 5 ildə bir sıra ixtisasların ləğv olunacağını hesab edirlər. Onu da deyim ki, təkcə ali təhsil ocaqlarına deyil, təkcə ora müraciət etmirik. Bizim o qədər gözəl peşə məktəblərimiz var, o qədər ciddi, belə çəkili, maddi texniki bazası var. Nə istəyirsiniz var? Məsəl üçün, avtomobil təmir etmək üçün, yəni A-dan Z-yə hər şey var orada. Bəzən insanlar gedirlər hansısa ustanın yanına, orada öyrədirlər. Usta yarısını öyrədir, yarısını öyrətmir. Bəlkə özü də nəyisə düz bilmir. Amma təhsil ocaqlarında, peşə məktəblərində hər şey öyrədirlər. Üstəlik, saç, makiyaj, dırnaq, nə bilim, peşəyə aid nə varsa dövlət onu öyrədir, hətta əlavə stipendiya da verir. Sonra ustanın yanına gedəndə orada həmin o ustanın pulunu da tələbə götürüb axı, onu da ödəyir. Xeyli imkanlar var. Əgər ali təhsil alıb dacı getməyəcəksinizsə, peşə adamısınızsa, ustasınızsa, biləsiniz ki, əllə görülən işlər həmişə tələb olunacaq. O insanlar ac, çörəksiz qalmayacaqlar. Əgər əlinizlə işləyəcəksiniz, hansısa peşənin dacı gedəcəksə, gedin peşə məktəbində təhsilinizi alın və yüksək peşəkar olun. Sonra da dünya sizindir. Rahat-rahat həyatınızı yaşaya bilərsiniz.